oyun. Elə şeylə basketbolla böyüyünə balaca. Böyüyən balaca idi. Tək hərəkət haqqında adlanan sürətin hansı komponentidir? Tək hərəkətin icra Qəşəng. Hərəkət edən obyektə qarşı verilən sadədə mürəkkəb. hərəkət edən obyektə mürəkkəb. Hərəkət seçiminə verilən sadədə mürəkkəb. O da mürəkkəb. Kürəyə hərəkət istiqamətinə oturmuş vəziyyətdə startlar sadədə mürəkkəb. O reaksiyadır, sadədir. Qəşəng. Üzüstü uzanmış vəziyyətdə startlar sadədə mürəkkəb. Sadə reaksiya. Müəllimin fitinə qarşı verilən sadədə mürəkkəb. Bu gözlənir də, o da Sadədir. Aha, rəqibin belə deyək də zərbəsindən yayınmaq sadədir mürəkkəb. Mürəkkəbdir, boksçu zərbəsi. Futbolda qapıçının rəqibdən gələn topu göstərməsi sadədir mürəkkəb. Mürəkkəb. Qəşəng. Futbolda rəqibin topa zərbəsi sürətin hansı komponentidir? Tək hərəkətin. Qəşəng. Tək hərəkət haqqında adlanan dedik nədir? O tək hərəkətin icra tezi. Qəşəng. Addımın uzunluğundan və tezliyindən asılı olan faza hansıdır? Tək hərəkətin. Tək hərəkətin icra tezliyidir. Məsafələr arasındakı nişanlar arasındakı məsafə azaldıqca, icra tezliyi artır. bəs nişanlar arasındakı məsafə çoxaldıqca Azalır. azalırdı. Tempə 1 saniyədə neçə addımı misal göstərə bilərsiniz? 5. Bəs 1 dəqiqədə? 1 dəqiqədə? 120-140. Qəşəng. Tək mübarizə idman növləri hansı hərəkət qabiliyyətdir? Hansı çevikliyə gedir? Qəşəng. Topu iki əllə və ya tək əllə sürətlə divara vurub tutmaq. Tək hərəkət icra. Cütlüklərdə topun sinədən eyni vaxtda bir-birinə ötürülməsi. Çeviklik. Çeviklikdir. Xüsusilə hansı hərəkət qabiliyyətlə əlaqəlidir? Reaksiya ilə də. Reaksiya ilə. Hansı komponentdir ki, bunun əsas məqsədi hərəkətin qısa vaxt ərzində başa çatdırılmasıdır? Sürət. Biz reaksiya verdikdən sonra sürətin hansı komponentini reallaşdırırıq? Reaksiya verdikdən sonra sürət maksimalı. Maksimal reallaşdırırıq. Sürətin əlaqəli olduğu hərəkət qabiliyyətlər hansılardır? Sürətin əlaqəli olduğu İn. 245-dir də. Yox. Sürət. Yox. Hə, sürətin əlaqəli olduğu hərəkət qabiliyyətlər. Mən biri çeviklikdir. 25. Gələm. 25. Gələm. Sürət güclü çeviklik. Ayso. Bax, sürətin əlaqəli olduğu 25-dir, sürətlə əlaqəli olan 245-dir. Aha. Fuad müəllim, getdik nəyə? Mütəhərrik oyunları, estafet oyunların, bunların nə zaman bunların nə zaman biz maksimal olaraq da götürə bilirik, reaksiya olaraq da, tək hərəkətin icra tezliyi olaraq da. Bəli. Nə zaman elə götürürük? Mütəhərrik oyunları nə zaman? Hə, mütəhərrik oyunlar nə zaman reaksiyadır, nə zaman tək hərəkət